Quranı bilmək, Quranda möhkəm və mütəşabih ayələr var. Onları ayırt eləmək üçün Ali İmran surəsində deyir ki, onları bilənlərdən soruşun. Hər oxuyan oradan nəsə götürə bilsəydi, başqa şey olardı. Çoxları müdaxilə eləmək istədi və eləyə bilmədi. Sən oxuyub nə götürdün Qurandan kişi? Mən oxuyub onu götürdüm ki, insanın həqiqəti var. İnsan cisimdən ibarət deyil, insan ruhdan ibarətdir. Əsl mahiyyəti insanın ruhdadır. İnsanın ruhən dediyi sözlər, inanaraq qəlbən dediyi sözlər, yəni dilində bəzən insan iqrar eləyə bilər, amma qəlbi onu istəmir. Qəlbinin razı olduğu şeylər əslində həqiqətdir. Qəlbinin razı olmadığı şeylər həqiqətdir. Kişi, özünü romantik bir çizgiyə salma, sakin. Deyirəm ki, sən də oradan emosional danışma. Yox, emosiya yoxdur, rahat ol. Mən Quranı oxudum, Əhzab 37 kimi qeyri-adi bir ayət gördüm məsəl üçün. Sən görmədin o ayəti? Oxu da, oxu görək nə, hansı ayədir? Ərəb dilində oxu. Ərəbcə bilirsən sən? Mən hal-hazırda Ərəbistandanam, bəli. Hə, onda zəhmət olmasa ekrana qoyum, sən oxub dizin üçün. Sən ərəb dili mükəmməl bilən yaxşı bir insan. Yox, mükəmməl bilmək söhbəti yox. Oxu zəhmət olmasa. Oxu da. Mən oxuyub, sən ərəb dilini bilirsən. Yox, oxu bizim üçün tərcümə elə də. Sizin üçün oxuyub tərcümə eləməyimə ehtiyac yoxdur ki, sən bilmirsən, sən ərəbi ikinci əldən oxuyursan və burada cəmaata təfsir dərsi keçirsən. Ərəbi ümumiyyətcə başa düşmək üçün birinci növbədə birinci əldən oxumaq lazımdır. Kişi, ərəb dilində oxu, sonra bizə Azərbaycan dilində izah elə də burada tam olaraq nə deyir? Həmsik. واتق الله وتخفي في نفسك. Görmüşəm yazsın, səbirli ol. İndi tərcüməni açın görüm nə deyir orada. Sən bilmirdin ərəbcə. Mən ərəbcə bilirəm, mən sənə tərcüməçi deyiləm ki, mən özüm üçün oxuyuram. İndi sən tərcümə ilə uyğunlaşdıracam da. Keyfivə görə? Keyfimə görə niyə ki? Oradakı mən sözləri artıq bilirəm, orada nə yazılıb. Sən qoy, indi görüm orada artıq olan sözləri mən izah eləyəcəm. Ayəti qoyum tərcümədə. Tərcüməyə qoy görək, sən hansı tərcümədən baxırsan, orada nə deyir, hansı sənə maraq yaradıb ki, orada sənin üçün etiraz eləyirsən. Bu neçənci ayəti idi ekrana qoyduğum? Mən nömrəyə baxmadım axı, mən oxudum. Söhbət nədən gedirdi orada? Bir-iki cümlə, bir-iki söz denəndə. Buradan bir-iki söz denən biz bilək də hansı ayətdən gedir söhbət? Deməli, burada 37. 37-ci ayə. Və istəqulilləzi ən'aməllah aleyhi və ən'am. Söhbət nədən gedir? Əmsik aleyhi zəvcək və təqəllah nimət verilmiş şəxslər və Allah aç tərcüməni aç tərcüməni oxu. Burada söhbət nədən gedir? Söhbətin getməyi sənə maraqlıdır. Mən söhbət getməyindən danışmıram axı. Kişi, sən oxudun o bax, valeyku maleyku dedin ha. Bax orada nədən gedir söhbət? O sözlərdən birincisinin tərcüməsində nədir heç olmasın? Niyə ki? Sən bütün günü burada ərəb dilində mi oxutdurursan ki? Özün Azərbaycan dilində oxumursan. Sən dedin də bunu sən dedin. Ay kişi, sən orada 3-4 kəlmə orada naqisliklər olur. Təbii ki, fərqli orada tərcümələr olur. Az öncə oxuduğun söhbətdən, oxuduğun cümlədən 2 dənə sözün tərcüməsini denən görə söhbət nədən gedir orada? Səbəb nədir? Mənim sənə nəsə deməyim, sən mənə nəsə izah eləmək istəyirsən, sən mənə nəsə sübut eləmək istəyirsən. Mən sözümü demişəm sənə artıq. Nə demək istəyirsən orada? Sən bir də görüm o ayətdə söz nə gedir? Az öncə oxuduğun cümlə nə deyir? Cavab ver də.
Bilmirəm desəydin ölərdi. İndi məcbursan özü biabır. Bir şey varsa əgərsə, biz mübahisə edirik ki, deməli var. Yox olmayan şey üstə mübahisə eləmək olar. Yoxdur bu şey. Onun üstə mübahisə eləmək olar. Olar. Yoxdur axı. Necə mübahisə eləyərsən? Əjdahanın da mübahisəsi aparılır. Əjdaha da var. Yoxdur. Məlik Məmməd div öldürür. Div var. Yoxdur. Görsən olur. Yox Başqa bir şey. olmayan şey üstə, yox olmayan şey üstə mübahisə lazım deyil. Əgər o şey yoxdur, əgərsə onunla mübahisə etmək, yəni ki, savadsızlıqdır. Amma o şey varsa əgərsə, onun üstə mübahisə gedirsə, deməli var. Əzizim, biz olmayan şeylə mübarizə aparmırıq. Olmayan şeyin adı ki var, ad var orada. Allah. Başa düşürsən? Bax o ada tabe olub, min cür hoqqadan çıxan adamlarla mübarizə aparır. Başa düşürsən? Mən fanat şeylərdən uzaqam, o fanatizmkilərdən uzaqam. Bilirəm. Başqa bir şey var. Burası yox olmayan şey üstə mübahisə etmək məncə ağılsızlıqdır. Onda birinci öz ağlı şübhə elə də sən. Çünki gəlmirsən buraya yəni. Mən özüm deistəm. Yəni mənə görə Allah var və heç nəyə qarışmır. Amma bir sualım var. Sən birbaşa Allahın olmadığını yəni belə deyirsən, iddia edirsən. Yəni mən sadəcə olaraq sənin fikrin maraqlıdır. Ona görə buradayam yəni. Yəni bir kağız qoysaq, üstünə bir oradan səs gəlir. Mən eşidirəm. Ha, buyur. Hə. Bir kağız qoysaq, üstünə bir qələm qoysaq, orada öz-özünə yazı yazıla bilərmi? Bəs onda Allahı kim yaradı qaqa? Allah da öz başına ola bilməzdən də. Neçə il lazımdır ki, o kağıza nəsə yazılsın? Yazan olmasa yazılmayacaq axı. Mümkün deyil, düzdür? Mümkün deyil, ay sağ ol. Deməli, yəni mənim Allahı qəbul eləməyim burada, mənim güzgü qarşısında dayanıb şəxsən özümə baxmağım mənə kifayət edir ki, Allah var. Yəni məni yaradan bir şey var da, çünki mən mükəmməl şəkildə yaradılmışam. Mükəmməl deyilsən axı kişi. Mən təsadüfən yarana bilmərəm axı. Kişi mükəmməl deyilsən axı. Niyə mükəmmələm axı? Əzim mükəmməlsənsə aç kameranı dimdik bax, dik olacaq şəkildə 20 dəqiqə dayan. Sən yorulmaq barədə deyirsən, Yorulmaq deyil də mən dostumu. İnsan 4 ayaqlıdan təkamül elədiyinə görə dik şəkildə dayanmağa hələ də tam olaraq adaptasiya eləməyib bu bir. İkincisi hər şeyin bir səbəbi lazımsa, sənin tanrının da səbəbi lazımdır. Çünki bu məntiq qanunu olaraq soxuşdurmağa çalışırsan. Dördüncüsü insan varlığını tanrıya bağlayırsansa bunun modellərini ortaya qoymalısan. Beşincisi kainat varlığını tanrıya bağlayırsansa tanrının modellərini, yaratma şəkil və modellərini ortaya qoymalısan. Hansı bir model var əlində praktik olaraq? model olaraq mən özümü görürəm. Yəni insanı çirkin bir görürəm. modelsən. Təşəkkür edirəm. Təşəkkürlər. Bu cavab deyil idi axı mənə. Bu cavab idi, sadəcə sən anlamadın. Qardaş, sizə bir dənə sual verim. Bax, siz də vaxtilə də yəqin ki Allah'a inanmısınız. Düzdür? Yoxsa sonradan çönmüsünüz? Bax, sual Allah'a verirəm. inanmamışam, Tanrıya inanmışam, Tengriyə. Yəni mən sadəcə olaraq onun səbəbini bilmək istəyirəm. Sizdə çönmə nədən sonra olub? Qardaş, çönmə deyə bir şey yoxdur, fikirlərim dəyişib. Və fikirlərim kimya biyologiya oxuyandan sonra dəyişib. Kimya, biyologiya? Ha. İndiyə kimi səndə dünyasını dəyişən olub. Dünyasını dəyişən yox, ölən olub. Ölən də dünyasını dəyişirlər. Ölən Və niyə onu qibləyə çevirirsiniz? Qibləyə çevirmirik axı. Sən hara çevirirsən bəs? Üzə Üzü qiblə ötü kənə olmaz. tərəf. Üzü ötü kənə. Hara? Ötü kənə. Ötü haradır? Türkistanın paytaxtı olub zamanında. Nə deyim valla? Mən bildiyimə gələcəkdə Türkistan paytaxtı bilmirəm, tanımıram. Mən qədər savadsızam. Türkistanın paytaxtını tanımırsan, amma Ərəbin paytaxtını tanıyırsan, eləmi? Ərəbin paytaxtım bəli, mən müsəlmanam, elhamdülillah. Mən müsəlmanam. Sən ərəbsən yoxsa Azərbaycanlısan? Ha? Azərbaycanlısan yoxsa ərəb? Azərbaycanlıyam olmayana, amma mənim dinim İslam. Mən İslama görə də, məsələn, əxlaqıma da, danışığıma da, rəftarıma da görə də İslama görə də hərəkət edirəm. Mən sənə pis baxmıram. Hər an öz yolu var, hər an öz seçimi var. Hər kəsəndə qiyamətdə Allah Təala əzabın cəzasını verəcək. Məsələn, mən kimi insanı sən məsələn yolundan çıxarda bilməz. Kimlərsə Sənə var. bum yolunda çay alaram, Zəkə kişi. Sənə bum yolunda çay alaram.
45 dəqiqə sənə test eləyərəm. Nə mənə? Yox, niyə eləyənməsən? Bu çay Razılaşa. problem deyil. Çay problem deyil. Razılaşa. Bu yox. 45 dəqiqə vaxtım olacaq. 45 dəqiqənin sonunda eləyə bilsən çayın pulunu sən verəsən, eləyənməsən mən. Sən problem yox. Çay nədir? Sən hələ yemək də bu problem deyil. Sən ona Onda razılaşaq. Biri sənə sual ver ki, burada Allah yoxdursa, sənin ağlın var da, sən şuurun var. Dedin beynin içindədir şuur. Sən onu göstərə bilərsən o ağlı. Hə. Təzə diaqnostika var, təzə diaqnostika. Bəli. Bax orada Ağıldan MRT deyirəm, yazılır. beyndən yox, ağıldan onu deyirəm, deyirəm. onu deyirəm. Elə ağıl da ordadır, sən narahat olma. Gedər orada mən sənə göstərərəm onu detay. Amma pulu sən verəsən. Gedər. Pulu sən Amma verəsən. ağlı göstər sənə, beyni yox. Yaxşı. Başqa bir şey Oldu. var Zəka? Can sağlığı, can sağlığı. Sağ ol. Təşəkkür. Sağ ol.